bağışlayan və mehriban Allahın adı ilə. Mal dövlət, rütbə və övlad, çoxluğu ilə öyünmək və onları çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi Allahın zikrindən yayındırdı. O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz, ölüb getdiniz, ölüm anınıza kimi beləydiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz. Belə deyildir. Sizin güman etdiyiniz kimi deyildi. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır. Tezliklə bərzəx aləminə daxil olduğunuz zaman biləcəksiniz. Əsla belə deyildi. Tezliklə cəza günü biləcəksiniz. Belə deyildi. Əgər işin həqiqətini elmül yəqinlə, şək-şübhə ehtimalı olmayan bir elmlə bilsəydiniz, şübhəsiz cəhənnəmi qəlb gözü ilə görərdiniz. Lakin bilmədiniz və görmədiniz. Sonra şübhəsiz onu cəza günü eynül yəqinlə, cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə görəcəksiniz. Sonra isə o gün şübhəsiz siz dünyada Allahın əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız.